elə hücumlar olurdu ki, Qarabağın o hücum xətti gedib hardasa rəqibin cərimə meydançası həndəvərinə çatırdı və rəqib müdafiəsi düzülüb, bilmirdilər bunu necə yarsınlar. Adayı yolunu tapmışdı. Adayı topu götürürdü, özü keçid edib ya zərbə vururdu, ya cinahdan keçidlərlə. Hərçənd bir dəfə də çox möhtəşəm yardım müdafiəni deyəsən Kaşquydu, onu ötürmə versəydi, bəlkə də qolla nəticələnə bilərdi, amma özü zərbə vurmaq qərarına gəldi. Blok elədilər rəqib müdafiəçiləri, amma keçid möhtəşəm idi. Yəni 2-3 hərəkətdən demək olar yardım müdafiəni. Sonluğunu düzgün gətirə bilmədi. Biraz qərar doğru olsaydı o müdafiə yarılmışdı həmin anda. Amma bu bir epizod idi və digər epizodlarda daha çox Adda ilə bağlı idi. Çətindir. Orada artıq ustalıq lazım. Ya əks hücumda yaxalamalısan, qol vurmalısan, ya oturan müdafiəni orada yarmaq çox bir mürəkkəb tapşırıqdır, xüsusən Qarabağın bu səviyyədə oynayan futbolçuları üçün. Mən deyəsən ötən verilişlərdə danışmışam, Guardiolanın belə bir fikri var ki, rəqib müdafiəsi oturubsa, orada fərdi keyfiyyətlər hesabına yarmaq lazımdır. Başqa cürə çətindir. Ona görə dünyada hal-hazırda o mövqe hücumları məşqlərindən qaçırlar. Daha çox hamı o keçidlərə üstünlük verirlər ki, sürətli keçidlərdə rəqib müdafiəsini azlıqda yarıb, orada nəsə yarada bilsinlər. Amma Qarabağ bu oyunda eləyə bilmədi.